Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimizdə mən sizə bullying və onun qarşısının alınma yolları haqqında izah təqdim edəcəm. Bullyingə həmçinin də qısnama da deyilir. Deməli, bu mövzumuz bizim demək olar ki, ən aktual və vacib olan mövzulardan biridir. Biz demək olar ki, hər gün xəbərlərdə eşidirik ki, filan məktəbin uşağı bullyingə məruz qaldı, filan məktəbin müəllimi bullyingə məruz qaldı. Həqiqətən də bu bullying hadisəsi insana psixoloji və fiziki şəkildə travma verə biləcək bir qüvvəyə malikdir. Hətta bunun o qədər ağır nəticələri olur ki, mənfi nəticələri olur ki, insanı intihara belə sövq eləyir. Ona görə də bullying hadisələrinin vaxtında üzə çıxarıb, onun qarşısının alınma tədbirləri görmək lazımdır. Ümumiyyətlə bullying nəyə deyilir? Onun izahını verməmişdən əvvəl bunu da qeyd edeyim ki, bu mövzu bizim üçün həqiqətən də vacib olan bir mövzudur. Həmçinin də imtahanda demək olar ki, həm MİQ, həm sertifikasiya imtahanında hər il bundan qəbula və ya işə sertifikasiya müəllimlərinə sual düşür. Keçən illərdə demək olar ki, hər bir ixtisasda bullyingdən 2 dənə sual düşmüşdü. Deməli, bullying nədir? Bullying güclü şəxsin zəif şəxsə təkrarlanan psixoloji və fiziki əzab verməsidir. Baxın, burada əsas açar məqam. Bullying dedik ki, güclü şəxsin zəif şəxsə təkrarlanan psixoloji və fiziki bir əzab verməsidir. Yəni, təkrarlanan hal olmasıdır. Bir var sinif daxili konfliktlər, bir də var ki, bullying hadisələri. Təbii ki, biz sinif daxili konfliktləri bullyinglə qarışdırmamalıyıq. Sinif daxili konfliktlər bir müəllim kimi biz bilirik ki, müşahidə aparırıq. Qaçınılmaz bir haldır və sinifin idarə edilməsində biz keçmişdik. Sinif daxili konfliktlərin həll edilməsində 3 dənə yol var idi. Sinif iclasları keçirirdi müəllim, yazılı şəkildə ortaq dəyərlər yarada bilərdi və yaxud da xüsusi müəllim strategiyalarından istifadə edə bilər və müxtəlif üsullardan biz istifadə edə bilərik. Yəni, sinif daxili konflikt uşaqlar arasında dava da olar, dalaş da olar, nə bilim, bir-birlərinə söz də ata bilər. Amma bugün dalaşdısa sabahları barışırlar. Bu sinif daxili konfliktdir. Amma bullying hadisəsi isə baxın, burada deyilir ki, güclü şəxsin zəif şəxsə təkrarlanan psixoloji və yaxud da fiziki əzab verməsidir. Yəni, bullying hadisəsi davamlı baş verir. Hər dəfə təkrarlanan bir prosesdir. Qarşı tərəfi özü istəyərəkdən ona həm fiziki şəkildə əzab verir, həm psixoloji şəkildə əzab verir. Yəni, ona əzab verəndə o prosesdən həzz alırsa və bunu davamlı şəkildə təkrarlayırsa, bu artıq bullying hadisəsi adlanır. Və bullyingi törədən şəxs bully adlanır. Yəni, qarşı tərəfi qəsdən, istəyərəkdən incitmək bullying adlanır. Və bir də mobbing anlayışı qarşımıza çıxa bilər ki, amma biz mobbingdən istifadə etmirik. Mobbing deyəndə bir qrup şəxs tərəfindən həyata keçirilən bullying mənasına gəlib çıxır. Yəni, bir qrup şəklində qarşıdakı insanı incitmək. Hətta bullyingin növlərində də biz sosial bullyingdən danışacağıq. Yəni, sosial şəkildə bir qrup şəklində birləşərək bir nəfəri təkləməkdən söhbət gedir. Yəni, əslində ikisi də eyni mənanı kəsb edir. Demək olar ki, sinonim deyə bilərik. Amma biz metodikada mobbingin yerinə bullyingdən istifadə edirik. Yəni, testlərdə də biz bullying sözü bizim qarşımıza çıxacaq. Və ümumiyyətlə bullying uşaqlarda hansı səbəblərdən baş verə bilər? Bunun səbəblərini də biraz məlumat verək sizə. Ümumiyyətlə bullying hadisəsini, bullyingi törədən şəxslər, bullyingi törədən uşaqlar daha çox ailədə sevgi görməyən, ümumiyyətlə sevgisiz qalan, qayğısız qalan uşaqlar, şagirdlər, insanlar da deyə bilərik. Yəni, sevgi görməyən insanlar daha çox olur. Bunun səbəbləri kimi aşağı qiymət alan şagird ola bilər. Sosial vəziyyəti bir qədər aşağı olan şagirdlər ola bilər. Hər iki valideynindən məhrum olan uşaqlar ola bilər. Fərqli bir irqə, dinə malik olan şagirdlər, fərqli şəkildə xarici görkəmə malik olan, nə bilim, saçının rəngi başqa ola bilər. Anadan gəlmə saçının rəngi o ağ olan uşaqlar olur. Nə bilim, fərqli şəkildə paltar geyinən, saçın rəngi fərqli olan uşaqlar olur. Bu kimi uşaqlar bullyingə təkan verən səbəblər olur. Təbii ki, yəni bullyingə məruz qalan uşaqlar olur daha doğrusu və təbii ki, bunun altında başqa səbəblər də ola bilər. Və yaxud da sinifin ən yaxşı oxuyan şagirdi ola bilər. Əlaçıdır. O bir uşaqlar məsələn onu qısqandıqları üçün ona qarşı bullying törədirlər. Onu nə bilim sosial qrup şəklində təkləyirlər. Bax, bu kimi xüsusiyyətlər bullyingə səbəb olan xüsusiyyətlər olur. Və bir də baxın, burada da yazılıb ki, bullyingin baş vermə səbəbləri etnik və milli mənsubiyyətdir, cinsi və dini müxtəliflikdir, öyrənmə çətinliklərinin olmasıdır, yaş fərqidir, statusdur, ailə vəziyyətidir.
Şəxsi nifaqdır, geyimdir, xarici görünüşdür, introvertlikdir, yəni özünə qapanan şagirdlər olur, uşaqlar olur və yaxud da geyim tərzi, saçının rəngi fərqli olan şagirdlər olur, uşaqlar olur. Nə bilim, fərqli şəkildə geyinən paltar, aksesuarları fərqli şəkildə uzun-uzadı, nə bilim, uzun, böyük aksesuarlardan istifadə edən şagirdlər olur. Yəni bu kimi cəmiyyətdə, yəni bu cür uşaqları görəndə artıq onları təkləmək, onlara qarşı bullying törətmək kimi xüsusiyyətlər ola bilər, yəni səbəb olaraq. Və təbii ki, bir müəllim olaraq biz məktəbdə, dərs prosesində, sinif mühitində necə bir mühit yaratmalıyıq uşaqlar üçün? Sağlam psixoloji bir mühit yaratmalıyıq. Onları düzgün şəkildə yönləndirməliyik və həmçinin də biz zaten bütün kurikulumun mövzularında deyirik ki, uşaqlar üçün sağlam psixoloji dəstəkləyici bir mühit. Hansı ki, o mühitdə uşaq qorxmasın, çəkinməsin, özünü ifadə etməkdən. Hər hansı bir uşağa qarşı bullying hadisəsi törədilibsə, o uşaq artıq qorxusundan müəllimə onu deyə bilməyib qalmamalıdır. Yəni biz bir müəllim kimi uşağa o cür mühit yaratmalıyıq ki, o uşaq əgərləri kimsə tərəfindən bullingə məruz qalıbsa, onu gəlib rahat şəkildə, qorxmadan, çəkinmədən bizə deyə bilsin. Öz müəlliminə onun haqqında məlumat verə bilsin. Ona görə bizdən də çox şey asılıdır, məktəb mühitindən də çox şey asılıdır, valideynlərdən də çox şey asılıdır. Bunun haqqında indi ətraflı şəkildə danışacağıq. İndi isə gələk bullingin növlərinə. Və bir də onu qeyd edeyim ki, mən sizə bunu kitab üzərindən də izah verəcəm. Siz də kitabdan da ətraflı şəkildə bu bullying mövzusunu oxuyacaqsınız və bunun qısa konspektləşdirilmiş versiyasını PDF şəklində mən sizə qruplarıma göndərəcəm. Deməli, bullyingin növləri. Əvvəlcə bu cədvəldə bullyingin növləri göstərilib. Bir-bir adlarını sadalayaq, sonra isə mən sizə hər birinin izahını təqdim edəcəm. Deməli, birincisi deyilir ki, bullyingin məqsədinə görə növləri. Məqsədinə görə növlərinin də özünün məqsədli bullying, məqsədsiz bullyingi var və məqsədsiz bullying özü də düşünülməmiş və tədris bullyinginə ayrılır. İkinci növü isə bullyingin göstərdiyi davranışa görə bullyingin növləri. Davranışa görə fiziki olur və qeyri-fiziki olur. Qeyri-fiziki özü də verbal, qeyri-verbal və bir də sosial bullying olur. Üçüncüsü isə bullinin birbaşa və yaxud da dolayısı yolla təsirinə görə bullingin növləridir. Yəni birbaşa və dolayı yolla kiminsə vasitəsilə və yaxud da özü birbaşa. O da vasitəsiz bullying olur və vasitəli bullying olur. Dördüncü növü isə xüsusi növ bullingdir. Bu da kiber bullying adlanır. İndi isə gəlin hər biri haqqında ətraflı şəkildə məlumat verim sizə. Deməli, biz birinci dedik ki, bullingin məqsədinə görə növləri. Məqsədinə görə də hansı növləri var idi? Məqsədli bullying, bir də məqsədsiz bullying. Məqsədli bullying elə adından da göründüyü kimi məqsədli şəkildə qarşıdakı insanı sən məqsədli şəkildə incidirsənsə, qəsdən əzab verirsənsə, bu artıq nədir? Məqsədli növüdür. Yəni qarşındakı insanı davamlı olaraq incitməkdən həzz alırsansa, bunu qəsdən özün istəyərək eləyirsənsə, məqsədli şəkildə sən bullying törətmiş olursan. Bir də var məqsədsiz bullying. Məqsədsiz bullying necə olur? Məqsədsiz bullyingində biz bayaq dedik ki, iki növ var idi. Düşünülməmiş bullying və tədris bullyingi. Düşünülməmiş bullying kimlər arasında ola bilər? Bu həm şagird arasında ola bilər, həm müəllim-şagird arasında ola bilər, həm də valideyn-şagird arasında ola bilər. Baxın, düşünülməmiş bullying burada özü istəmədən, amma əyləncə xarakteri ilə nə isə edirsə, yəni sırf gülüş yaratmaq üçün, əyləncə olsun deyə, sinfin fikrini yayındırmaq üçün, nə bilim, yəni özü qəsdən eləmir bir şeyi, amma əyləncə olsun deyə qarşı tərəfi incidirsə, bu artıq düşünülməmiş bullying olur. Məsələn, müəllim-şagird arasında bu cür hal olanda necə ola bilər? Biz sizlə effektiv müəllim-şagird münasibətləri keçmişdik, düzdürmü? Orada biz demişdik ki, müəllimlə şagird arasında necə münasibət olmalı idi? Pozitiv bir münasibət olmalı idi. Yəni dərs prosesində müəllim uşaqları, nə bilim, yumordan da istifadə edə bilər, zarafat da edə bilər, amma həddi aşmamalı idi, sərhədi aşmamalı idi. Yəni uşağı artıq şəxsiyyətinə təhqir edəcək formada onu lağa qoyaraq yox. Yəni zarafatın da, yumorun da öz yeri var idi. Bir müəllim əgərləri sırf yumor məqsədi ilə qarşıdakı uşağı hər dəfə lağa qoyursa, onu davamlı olaraq, nə bilim, əyləncə məqsədi ilə lağa qoyub yumordan istifadə edirsə, bunu amma müəllim özü istəməyərək eləyir ha. Bu vaxtda qarşındakı uşaq həqiqətən özünü pərt etmiş hesab olur. O uşağa psixoloji pis təsir eləyir. Amma müəllim isə bunun fərqinə varmır. Yəni elə bilir ki, hə, əylənir, o bir uşaqlar da gülür. Nə bilim, yəni lağa qoyur, amma o bir uşaqlar da gülür. Bunu sırf əyləncə xarakteri ilə eləyirsə, gülüş məqsədi ilə əyləncə yaratsın deyə. Amma uşağa verdiyi ziyandan xəbəri yoxdur. Bunu həqiqətən düşün. Belə, yəni ki, müəllimlər də var həqiqətən. Bu artıq düşünülməmiş bullyingdir və uşağa o psixoloji çox pis təsir
təsir eləyir. Uşaq pərt olur, özünü yəni ki, təcrid olunmuş hiss eləyir. Bu müəllimlə şagird arasında olur və burada da sizin kitabınızda nümunə verib, şagirdlə şagird arasında. Baxın, deyilir ki, 1-ci sinif şagirdi Asif, sinif yoldaşı Fuadın yaxın dostudur. Fuad idman dərsində Asifi tez-tez yumruqla vurur və bu zaman Asif cavab qaytarmaq istəyir, lakin fiziki olaraq zəif olduğundan Fuada güc gələ bilmir. Baxın, yəni o iki dənə yoldaşdır, nə bilim, biri o birisinin sadəcə yaxın dostudur deyə tez-tez yumruqla vurur da, amma yanında oturan uşaq Asif ona cavab qaytarmaq istəyir. Sadəcə fiziki cəhətdən yoldaşından zəif olduğu üçün ona güc nümayiş elətdirə bilmir, ona cavab qaytara bilmir. Fuad isə bu prosesə oyun kimi baxır və düşünür ki, Asif də onun kimi əylənir. Halbuki Asif hər dəfə baş verən hadisədən çox məyus olur. Bir də görürsüz, burada hər dəfə təkrarlanan bir haldır. Yəni artıq hər dəfə bu uşaq özünü çox zəif, ümumilikdə bacarıqsız hiss eləyir və get-gedə nə olur? Artıq uşaqda qapalı düşüncə tərzinə keçmiş olur. Yəni bu düşünülməmişdir. Baxın, düşünülməmiş bullying münasibətlə bağlı olur. Yəni uşaqlar arasında, müəllimlə şagird arasında, şagirdlə valideyn arasında, yəni münasibətlərlə bağlı olur. Bu nədir? Düşünülməmiş. İstəmirsən, amma ki, istəməyərəkdən qarşı tərəfi sən incitmiş olursan. Sonra dedik ki, ikincisi tədris bullyingi idi. Tədris bullyingində isə öyrətmə və öyrənmə ilə bağlı olur. Yəni dərs prosesi ilə, öyrənmə ilə bağlı olur. Burada da ya şagird öz sinif yoldaşına və yaxud da müəllim şagirdə və yaxud da valideyn şagirdə nə isə öyrədən zaman özü də istəmədən bullying törətmiş olur. Baxın, burada da sizə bir nümunə şəklində verilib. Əgər müəllim dərs prosesində, sinifdə hər dəfə bir uşağın səhvlərini deyirsə, müzakirə edir, məsələn, nə isə bir testi, mövzunu müzakirə edir, hər dəfə bir uşağın adını çəkərək onun səhvlərindən izah eləyirsə, bax sən də bu cür məsələn səhvlər etmişdin. Bir uşağın adını daha çox tutaraq onun səhvlərini dilə gətirirsə hər dəfə, onun səhvlərini deyirsə, artıq uşaq yəni ki özünü çox pis hiss edəcək orada. Uşaq da deyəcək ki, ay müəllim, yalnız mənim işimi mənim işimi qeyd etməyin də, ancaq mənim səhvlərimi üzə vurmayın. Bu formada müəllim amma bunu özü məqsədsiz şəkildə eləyir, istəməyərəkdən edir. Yəni müəllim artıq o uşağın pis olacağını, pərt olacağını düşünmür. Bunu məqsədsiz şəkildə edir. Amma bu da nə olur? Tədris bullyingi dərslə, öyrətməklə, öyrənməklə bağlı olan faktorlarda biz bu cür xüsusiyyətlərdə müəllimdir, şagird arasında istəməyərəkdən qarşı tərəfi incidiriksə, bunu biz götürürük nə? Tədris bullyingi. Sonra ikinci növü dedik ki, bullyingin bullyingin göstərdiyi davranışa görə növləri. Davranışa görə hansı növləri var idi? Fiziki bullying, bir də nə? Qeyri-fiziki bullying. Fiziki bullying elə adından da göründüyü kimi fiziki olaraq qarşı tərəfi incitmək. Yəni burada fiziki cəhətdən, fiziki gücündən istifadə eləyir. Tutalım, bura itələmək olar, vurmaq olar, mütəmadi olaraq kimisə vurursan, fiziki şəkildə əziyyət verirsən, nə bilim tutub əşyalarını dağıdırsan, sındırırsan. Yəni bu kimi xüsusiyyətlər, şiddət göstərmək varsa, fiziki olaraq təmasla burada artıq qarşı tərəfi incitirsənsə, bu artıq nə olur? Fiziki bullying. Yəni bullyingin ən şiddətli növü ola bilər. Fiziki şəkildə təmas olduğu üçün ən şiddətli vurursan, qırırsan, nə isə eləyirsənsə, bu artıq nədir? Fiziki bullyingdir. Yəni fiziki bullyingdə mütləq şəkildə təmas var. Burada yəni təmas olmasa qeyri-fiziki olurdu. Burada təmasla uşağın nə isə, nə bilim, əşyalarını dağıdırsan, götürüb kiminsə eynəyini sındırırsan, sumkasını, kitablarını yerə atırsan. Bu kimi xüsusiyyətlər nəyə aid olur? Fiziki bullyingə. Fiziki bullying burada ilk növbədə bullinin insana mütəmadi olaraq fiziki əziyyət verməsi, baxın burada da qeyd olunub, fiziki əziyyət verməsi aid edilir. Lakin adi konfliktlər bura aid deyil. Elə dərsin əvvəlində sizə izah vermişdim ki, adi konfliktlə biz burada nə edirik? Qarışdırmırıq. Yəni bu davamlı olaraq qarşı tərəfi əziyyət versənsə, istəyərəkdən onu incidirsənsə, vurursan, döyürsən, əşyalarını tutub dağıdırsan, bu nəyə aid olur? Fiziki bullyingə. Baxın, bir də burada verilmiş bir xüsusiyyətə diqqət edin ki, fiziki bullying yalnız insanı fiziki incitmək və əziyyət verməkdən ibarət deyil. Bura məktəb əmlakının dağıdılması və sındırılması da aiddir. Məktəbdə nə bilim partaları sındırmaq, nə bilim daskaları, hər hansı bir əmlaka, məktəbin əmlakını sındırıb, ona ziyan vurub dağıdırsansa, yəni öz gücünü göstərir, davamlı olaraq bunu qəsdən eləyirsə, bu da nəyə aiddir? Fiziki bullyingə aiddir. İndi isə keçək qeyri-fiziki bullyingə. Qeyri-fiziki bullying isə bunun əksi olacaqdır. Yəni fiziki burada təmas yoxdur. Amma verbal şəkildə. Bunun da 3 dənə növü var idi. Qeyri-fiziki bullyingin hansıları idi? Verbal,
qeyri-verbal, bir də sosial bullyingdir. Baxın, verbal bullying demək olar ki, bullyingin ən yayılmış formasıdır. Baxın, burada yazılıb. Ən geniş yayılmış forması verbal bullyingdir. Çünki hal-hazırda demək olar ki, hər kəs sözlü şəkildə təhqir edir. Sözlü şəkildə qarşı tərəfi incidir. Ona görə biz deyirik ki, ən geniş yayılmış növüdür. Hətta belə bir deyim də var ya, qılınc yarası sağalar, amma söz yarası sağalmaz. Yəni burada elə bir sözlə təsir var ki, əgər o insanı tutub sən çırpsaydın, döysəydin, daha yaxşı idi. Yəni o sözü deməkdən onu vurub nə bilim öldürsəydilər daha yaxşı idi. Ona görə yəni elə sözlər deyilir ki, bu verbal bullyingdə. O söz insana ömür boyu onun qəlbini incidir. Ömür boyu o insanın yadından çıxmır da. Yəni verbal şəkildə, sözlü şəkildə. Bir də burada diqqət yetirməli olan məqamlardan biri həm şifahi olur burada, həm də yazılı formada. Baxın, bir dənə vərəqdə yazılı şəkildə yazırsınız, təhqir edici bir söz, qarşı tərəfə, hər hansı bir insana verirsiniz də, indi kimə bullying törədirsinizsə. Bax, bu nə olur? Verbal bullying və yaxud da şifahi şəkildə, yəni sözlü şəkildə, şifahi şəkildə deyirsiniz. Bu verbal oldu. Qeyri-verbal bullyingə nə aiddir bəs? Qeyri-verbal bullying də burada jestlər, hərəkətlər, şəkil və s. təhqir olunma daxildir. Baxın, bir insana jestləri ilə, mimikaları ilə, məsələn, sinif mühitində uşaqlar da oturublar, fırlanıb o yandakı bullying törədən şəxsin gözünə baxır ki, yəni gör mən səni tənəffüsdə nə edəcəm də, o öz jestikaları ilə, mimikaları ilə, nə bilim barmaq hərəkəti ilə ki, gör sən tənəffüsdə əlimə düşərsən, mən sənə nə edəcəm. Yəni bu formada artıq o uşağı jestlərlə, mimikaları ilə, hərəkətləri ilə burada artıq təsirə məruz qoyur. Və yaxud da hər hansı bir burada bir də jest hərəkət dedik, bir də şəkil vasitəsilə təhqir olunma. Bir var, şəkil çəkirsən, şəkil və yaxud da sözlər yazırsan da vərəqin üstündə, dəftərində. Bu verbala aid olur. Amma qeyri-verbalda şəkil, söz yoxdur, sadəcə şəkil. Tutalım ki, bir sinifdə açqili uşaq, eynəkli uşaq varsa, ona dörd göz deyə sözlü şəkildə təhqir eləyirsən. Hər dəfə bunu təkrar qəsdən eləyirsən. Bu verbal bullyingdir. Amma bir də onun dəftərinə və yaxud da lövhədə eynək şəkli çəkirsən, dörd göz formasında da ona oxşar bir dənə şəkil. Bax, bu nə olur? Qeyri-verbal şəkil formasında təhqir olunma. Bu qeyri-fizikidir. Bir də var sosial bullying. Sosial bullying isə adından da göründüyü kimi bir nəfəri təkləmək, başqalarının gözündən salmaq, insanı cəmiyyətdə, başqalarının yanında incitmək, təkləmək, elə yəni şərait yaradılır ki, başqaları artıq onu öz aralarına almasın. Hamı ona artıq belə deyim də uzaq gəzir o cür insandan. Onun haqqında şayələr yaymaq istəyirlər. Yəni sosial bir qrup şəklində bir nəfəri təkləmək varsa, bu sosial bullyingə aiddir. Əsasən də bu bullying hadisələri bu yeniyetməlik dövründə baş verir. 6, 7, 8, 9-cu siniflər bu siniflər arasında daha çox yayılıb yeniyetməlik dövründə. Və bu sosial bullying də daha çox qızlar arasında yayılmış bir bullying növüdür. Yəni bir qrup şəklində, tutalım kimin saçına görə, burada nümunələr də verilib. Hər bir bullying növünə verilmiş nümunələri də oxuyarsınız. Yəni ki, kiminsə saçı bəyənmədi, kiminsə geyimini bəyənmədisə, artıq öz aralarını almırlar. Bir qrup şəklində birləşirlər. Məsələn, öz aralarında danışırlar ki, o yanımıza gəlsə belə onu öz aramıza almayaq, onunla danışmayaq, onunla söhbət etməyək. Yəni bir qrup şəklində artıq başlayırlar bir nəfəri təkləməyə, onu tək qoymağa, incitməyə, cəmiyyətdə onu gözdən salmağa, başqalarına deyirlər ki, hə onun yanına getməyin, o yaxşı qız deyil falan. Başlayırlar artıq o formada şayələr yaymağa. Bunlar hamısı nəyə aiddir? Sosial bullyingə. Keçdik biz hələ ki 2 dənə. Birincisi bullyingin məqsədinə görə növləri, ikincisi isə davranışa görə, yəni fiziki və qeyri-fiziki. İndi isə baxaq o biri növlərə. Sonra gəlir burada bullyingin birbaşa və yaxud da dolayısı yolla təsirə görə bullyingin növləri. Burada da 2 növ var idi. Vasitəsiz bullying, bir də vasitəli bullying. Vasitəsiz bullying, yəni adından da göründüyü kimi, burada kiminsə vasitəsi ilə yox, birbaşa bullyingi özü törədir. Yəni qarşındakı insanı özü istəyərək, bayaq biz dedik ki, məqsədsiz formada. Yəni özü istəyərək qəsdən qarşındakı insanı bullyingə məruz qoyur. Burada da məsələn bullyingin bütün növlərində müşahidə edilə bilər. Yəni vasitəsiz şəkildə özü törədir də, bunu qəsdən mən özüm eləyirəm. Fiziki də, qeyri-fiziki də bura aiddir. Vasitəli bullying isə adından da göründüyü kimi vasitəli. Burada bullying, yəni bullyingi özü törətmir. İnsan özü törətmir. Yəni biz deyirik ki, bullyingi törədən şəxs bully adlanır da, düzdürmü? Yəni bully burada birbaşa özü eləmir.
üçüncü şəxs tərəfindən, əsasən də uşaqlar arasında, şagirdlər arasında baş verir ki, kiməsə bir təhqir edici söz deyirsən, başqa bir o uşağa deyirsən ki, get filan kəsə bu sözü çatdır, get filan kəsi itələ. Nə bilim fiziki şəkildə də, sözlü şəkildə də ola bilər, jestlərlə, hərəkətlərlə də, kimisə nə bilim şəklini çəkib çantasına atdıra bilər. Burada yəni şəxsən bilavasitə özü yox, kiminsə tərəfindən, yəni üçüncü şəxs tərəfindən həyata keçirilir. Bütün növ bullyingdə müşahidə edilə bilər. Burada da nümunələr də verilib sizə. Nümunə şəklində də verilib, o nümunələri də oxuyarsınız və burada deyilir ki, məsələn, dərs prosesində həmişə yaxşı oxuyan şagird var və müəllim hər zaman həmən o sinif yoldaşının bir nəfər şagirdi sinif yoldaşlarının yanında tərifləyir. Onun necə yaxşı şagird olduğunu vurğulayır. Əslində müəllim uşaqlar arasında müqayisə aparmamalıdır, fərq qoymamalıdır. Bir şagirdi davamlı olaraq o biri şagirdlərin yanında tərifləyib o birilərini alçaltmamalıdır. Yəni müəllim özü birincisi burada düz addım atmır və Sabirin də indi dərs prosesində olan o biri şagirdlərin də Şahindən xoşu gəlmir və onu daima incitmək istəyir, amma bunu özü etmir. Bunun üçün o öz dostuna müraciət edir. O da Şahini tez-tez verbal və yaxud da qeyri-verbal bullyingə məruz qoyur. Bu da oldu vasitəli bullying, yəni özü eləmir, şəxsən başqasına elətdirir. Sonra ən son növü olaraq xüsusi növ bullyingdir. Bu da kiberbullying adlanır. Xüsusi bir növ dedik ki, kiberbullyingdir də, düzdürmü? Baxın, kiberbullying xüsusi bir növ nəyə görə deyilir? Çünki onu ortaya çıxartmaq çətindir. Daha çox kiberbullying sosial şəbəkələr vasitəsilə, internet üzərindən, müxtəlif sosial şəbəkələr vasitəsilə törədilən bullying növüdür. Və burada da bütün növlərdən istifadə edilə bilər. Amma sosial şəbəkələr üzərindən. Necə? Bunu ortaya çıxartmaq, bu kiberbullyingi törədən şəxsi ortaya çıxartmaq da çətindir. Hətta bu işi baxan orqanlar, polis orqanları belə bu cinayətin qarşısında aciz qalır. Onu tapa bilmirlər. Çünki sosial media üzərindən baş verdikləri üçün burada məsələn müxtəlif fake hesablar açaraq kimisə incitmək var, kiminsə hesablarını oğurlamaq, kiminsə nə bilim fotolarını, şəkillərini, videolarını yayırlar, ictimaiyyətə yayırlar. Amma başqa bir hesab üzərindən eləyir ki, kimin elədiyi məlum olmur. Yəni o qədər yaxşı başa çıxanlar var ki, onu yəni professional şəkildə eləyir. Hətta polis orqanları belə o cinayəti ortaya çıxarda bilmirlər. Kim tərəfindən edildiyini edə bilmirlər. Hal-hazırda bank kartlarının oğurlanmasıdır, müxtəlif kartlardan pulların oğurlanmasıdır, hesablara daxil olunmasıdır, Instagram, Facebook hesablarının oğurlanması, şifrələrin qırılması, bunlar hamısı hansı bullyingə aiddir? Bunlar xüsusi növ bullying olan kiberbullyingdir. Baxın, kiberbullyingdə də burada bullyingin müxtəlif növlərindən istifadə olunaraq olar ki, burada məsələn adi kiminsə hesabını qırmaq, kiminsə hesabını sındırıb oğurlamaq. Bu fiziki versiyası olur və yaxud da verbal da ola bilər. Kimisə sosial şəbəkə vasitəsilə sözlü şəkildə, verbal şəkildə təhqir yazırsan, təhqiramiz sözlər yazırsan və yaxud da qeyri-verbal şəkildə şəkil göndərə bilər, video göndərə bilər. Söz yoxdur, amma video, şəkil falan bunları göndərərək qarşı tərəfi incidə bilərsən. Həmçinin də sosial bullying də ola bilər ki, sosial bullyingdə məsələn kiminsə videosunu başqa bir formata gətirərək onun videosunu ictimaiyyətə paylaşır. Amma kim olduğunu bilmir. Fake bir hesab açıb başqa bir hesabdan paylaşır ictimaiyyətdə. Onu gözdən salmağa çalışır. Və həqiqətən də bu bullying hadisələri, bullying faktoru çox ağır nəticələri olan, çox ciddi şəkildə təsir edən, intiharı gətirib çıxara bilən bir faktordur. Adi internet üzərindən stikerlər hazırlanır uşaqlar. Bunu qəsdən kiminsə məsələn şəkildən stikerlər hazırlayıb onun özünü göndərir şəkil versiyasında. Bax, bu da kiberbullying hesab olunur. Yəni bunun bir sıra ağır nəticələri var. Ona görə həqiqətən həm valideynlər, həm müəllimlər diqqətli olmalıdır. Və bullyingin müəyyən edilmə yolları var. Bir də bullyingin qarşısının alınma yolları var. Bullyingin müəyyən edilmə yolları deyəndə artıq burada bullying hadisəsi baş verib. Sırf onu üzə çıxardırıq biz. Və bir də var bullyingin qarşısının alınma yolları. Yəni ki, hələ bullying hadisəsi baş verməmişdən əvvəl onun qarşısı alınmalıdır. İndi gəlin o xüsusiyyətlərə baxaq. Birinci burada bullyingin müəyyən edilməsi yollarına baxaq.
Deməli, birincisi, bullyinqin müəyyən edilmə yollarından məktəbdə şagirdlərin özünü sərbəst ifadə etmək üçün təhlükəsiz və pozitiv bir mühitin yaradılması. Elə bayaq da danışdığım kimi, yəni məktəbdə uşaqlar üçün necə bir mühit yaratmalıdır? Sağlam psixoloji, dəstəkləyici bir mühit yaratmalıyıq ki, uşaq hər hansı bir hadisə baş verəndə artıq onu rahat şəkildə gəlib qorxmadan, çəkinmədən müəllimə, məktəb heyətinə bunu izah edə bilsin, deyə bilsin. İkincisi odur ki, bütün məktəb heyətinin müəllim, direktor müavini, məktəb psixoloqu, köməkçi və texniki işçilər bir-birindən əməkdaşlıq olmalıdır. Yəni bəzən bu bullying hadisəsi gizli şəkildə baş versə də onu göstərən əlamətlər müəyyən hallarda üzə çıxır. Ona görə də bir-birindən həm məktəb o biri müəllimlər, psixoloqdur, texniki işçilər bir-birindən əməkdaşlıq şəraitində artıq biz müşahidə nəticəsində o bullyingləri ortaya çıxarda bilərik. Üçüncüsü ondan ibarətdir ki, şagirdlərin şəxsi portfolyolarının yaradılması. Şəxsi portfolyo, yəni şagirdlərin qovluqlarda orada təkcə uşaqların akademik nailiyyətləri deyil, həmçində onların davranışları, digər şagirdlərlə münasibətləri, ailə vəziyyətləri nədirsə, onları əks etdirən sənədləri də biz orada saxlaya bilərik. Dördüncüsü odur ki, valideynlərlə əməkdaşlıq. Təbii ki, valideynlərlə əməkdaşlıq zaten həmişə biz valideynlərlə düzgün şəkildə effektiv münasibətlər qurmalıyıq. Yəni uşaqları evdə də valideynlərin yanında olur, onları nəzarətdə saxlamalıdır valideynlər və bu zaman valideynlə belə deyim də söhbət apararaq hər hansı bir hadisə baş veribsə artıq o davranışında hər hansı bir belə deyim də anormallıq, nəsə bir hadisə valideyn müşahidə edirsə, dərhal sinif rəhbərinə məlumat verməlidir. Sonra gəlir burada o biri xüsusiyyət olaraq esse yazmaq. Esse yazmaq da təbii ki, Azərbaycan dili dərslərində, o biri dərslərdə də istifadə oluna bilər və bullyinqi ortaya çıxartmaq üçün effektiv üsullardan sayılır. Və esse yazdıranda bir sıra çətinliklər ortaya çıxa bilər ki, o çətinliklər hansılardır? O çətinliklərdən biri şagird öz fantaziyasına əsasən hər hansı bir hadisə uydura bilər. Yəni ortada bir bullying hadisəsi yoxdur, sadəcə öz fantaziyasının bir dənə yalandan hekayə uydura bilər. İkincisi odur ki, bully öz davranışından agah olduğundan özü haqqında yazmaqdan imtina edə və tamamilə uydurulmuş bir hekayə yaza bilər. Yəni bullyinqi törədən bir şəxs varsa, həmən o bully öz davranışının agahdır. Yəni özündən xəbərdardır ki, mən bu hadisəni törətmişəm, mən bullyinqi törətmişəm. Ona görə özü haqqında yazmaqdan imtina edə bilər və yalandan uydurmuş bir hekayə ortaya çıxarda bilər. Və təbii ki, burada müəllim uşaqlara səmimi şəkildə davranmalıdır. Üçüncü xüsusiyyət də ondan ibarətdir ki, bullyingə məruz qalan şəxs hamı biləcək və vəziyyət biraz da kəskinləşəcək qorxusu ilə, yəni öz başına gələn hadisəni yazmaya bilər. Yəni burada uşaq artıq qorxacaq, çəkinəcək ki, mən bunu desəm, artıq daha da iş ciddiyə doğru gedəcək. Ona görə də müəllim deməlidir ki, burada konfidensiallıq qorunur. Yəni sizin yazdıqlarınız heç kimə göstərilmir, məxfiliyi, o konfidensiallığı biz qoruyuruq deyə müəllim onlara izahını verməlidir. Sonra başqa bir xüsusiyyət isə anonim sorğulardır. Anonim sorğularda təbii ki, kim olduğu bilinmədən anonim şəkildə sorğular təşkil edilərək, baxın burada da cədvəl formasında da verilib, bu formada anonim sorğular təşkil oluna bilər. Təbii ki, bu anonim sorğular ümumi məktəbdə bu hadisələr baş veribmi, məktəbdə ümumiyyətlə bullying hadisələri varmı deyə ümumi formatda aparıla bilər. Yəni tək şəkildə individual diaqnoz hər hansı bir şagirdə biz bunu qoya bilmərik. Çünki həm də anonim sorğudur, yəni kimisə orada adı falan düşməyəcək. Ona görə sorğu nümunələrindən də istifadə edə bilərik. Bu bullyingin müəyyən edilməsi yollarıdır. Bir də ki, bullying ortaya çıxarılanda, hər hansı bir şagirdin bullying törətdiyi üzə çıxarılanda, həmin o bullyingə qarşı aqressiv davranış biz nümayiş etdirməməliyik. Yəni ki, ona daha da cəza versək, onu daha da üstünə getsək, ona hədə-qorxu getsək, o vəziyyət daha da kəskinləşəcək. Yəni ona görə biz onlarla ciddi şəkildə belə deyim də, yəni həm cəza tədbirləri etmək lazımdır, cəzasını almalıdır uşaq. Təbii ki, cəzasız tam şəkildə cəzasız qalmamalıdır. Sinifin idarə edilməsində qaydalar, prosedur, bunları xatırlada bilərik onlara. Qaydalara əməl olunmayanda nə gözləyir uşağa, onu aydın şəkildə izah edə bilərik. Amma onu təhqir edib, daha da üstünə gedib, onu alçaldıb, hər kəsin yanında, nə bilim, onun üstünə gedib bu formada yox. Uşaqla empatiya qurmalıyıq biz. Onu başa düşdüyümüzü, onunla fərdi şəkildə söhbət, məktəb psixoloqu ilə söhbət apara bilər. Fərdi şəkildə onunla söhbətlər apararaq onu başa düşdüyünü, onun etdiyi hərəkətin düzgün olmadığını ona başa salmaq lazımdır.
İndi isə keçək bullyingin qarşısının alınma yollarına. Baxın, bunlar çox vacibdir. Sizə dərsin əvvəlində də mən qeyd etmişdim ki, bu mövzudan imtahana 1 və yaxud da 2 dənə sual mütləq şəkildə düşür və düşən suallarda daha çox situativ formatda bullyingin ortaya çıxarılması, bullyingin qarşısının alma yollarından düşür. Situasiya təqdim olunacaq, nə bilim uşaqlar bu formada bir-birlərinə qarşı, nə bilim fiziki şəkildə bullying törədiblər və bir müəllim olaraq hansı addımı atmalıdır ki, orada həmin o bullyingin qarşısı alınsın. Bu kimi situasiyalar təqdim olunar ki, sizə ona görə biz bunları ayırd etməyi bacarmalıyıq. Bullyingin ortaya çıxarma, bullyingin qarşısının alınma yolları ayrıdır. Bullyingin qarşısının alınma yolları bayaq elə sizə dediyim kimi, yəni uşaqda burada əsasən situasiyalarda bu empatiya üzərindən düşür. Yəni biz uşağı cəza vermək əvəzinə, onu cəzalandırmaq əvəzinə onunla başa düşərək, empatiya quraraq, onunla düzgün şəkildə, fərdi şəkildə söhbətlər apararaq bunun səbəbini, onun gətirdiyi fəsadları ona başa salmalıyıq, izah etməliyik. Və burada da bullyingin qarşısını alma yolları kimi strategiyalar verilib ki, birincisi nədir? Mənəvi dəyərlərin aşılanması. Mənəvi dəyərlərin aşılanması deyəndə biz sizlə Goldbergin mənəvi inkişaf nəzəriyyəsi keçmişdik, düzdürmü? Orada məsələn böyüklərə hörmət, kiçiklərə qayğı, nə bilim yetimlər evinə apara bilərik onları, müxtəlif qocalar evinə baş çəkmək, uşaqlar evinə aparmaq. Bu kimi uşaqlarda mənəvi dəyərlər aşılaya bilərik. Sonra uşaqlarda buzqıran strategiyalardan burada ikincisi emosional intellektin formalaşdırılması. Emosional intellektin formalaşdırılması da hər hansı bir hadisə baş verəndə biz orada da Daniel Golemanın emosional intellekt nəzəriyyəsi keçmişdik sizlə, düzdürmü? Yəni hisslərimizi düzgün şəkildə cilovlaya bilməyimiz, düzgün şəkildə idarə etməyimiz, hər hansı bir müxtəlif çətin şəraitlərdə baş verən hadisələri rasional şəkildə, yəni məntiqli şəkildə qiymətləndirərək, sırf emosiyalarla reaksiya verməyərək, düzgün şəkildə reaksiya verməyi onlara aşılamalıyıq, onları başa salmalıyıq, izah etməliyik. Sonra buzqıran strategiyalarından istifadə edə bilərik. Buzqıran strategiyalarını da keçmişik sizlə. Buzqıran strategiyalar nə idi? Uşaqlar arasında, müəllim şagird arasında münasibətlərin tənzimləməsinə xidmət edirdi. Utancaqlıq aradan qalxırdı, gərginlik aradan qalxırdı. Uşaqlar arasında empatiya hissi formalaşırdı, bir-birlərini daha yaxından tanıyırdılar. Sonra o biri xüsusiyyət, dördüncü, valideynlərlə əməkdaşlıq və onların maarifləndirilməsi. Valideynlərlə əməkdaşlıq həm bullyingin ortaya çıxarılmasında belə deyim ki, rolu var, həmçinin də bullyingin qarşısının alınma yollarındadır. Təbii ki, valideynlərlə əməkdaşlıq vacibdir. Valideynlərlə əməkdaşlıq, şagirdlərin psixoloji vəziyyəti, onların xarakteri haqqında daha çox məlumatlı olurlar. Belə əməkdaşlıq zamanı valideyn öz övladının xüsusiyyətlərini nəzərə alaraq müəyyən təkliflər də irəli sürə bilər. Bu baxımdan etibara, təhlükəsizliyə, konfidensiallığa əsaslanan müəllim-valideyn münasibətlərinin qurulması olduqca vacibdir. Sonra gəlir burada nə? Məktəb psixoloqu ilə əməkdaşlıq. Məktəb psixoloqu ilə əməkdaşlıq həm burada var, həm o biri xüsusiyyətlərdə var ortaya çıxarılmasında. Və burada da təbii ki, nə etməliyik? Məktəbin psixoloqundan məsləhət almalıyıq. Hər bir uşaqla, nə bilim, bu cür uşaqlar varsa, fərdi şəkildə də psixoloq onlarla söhbət aparmağı bacarmalıdır. Sonra o biri xüsusiyyət burada şagirdlərin maarifləndirilməsi. Təbii ki, burada ən vacib olan xüsusiyyətlərdən biri şagirdlərin maarifləndirilməsidir. Yəni uşaqlar artıq burada bullyingin nə olduğunu, onun hansı nəticələrə gətirib çıxaracağı haqqında maariflənəndə, sonradan həm özlərini müdafiə etməli, necə davranmalı olduqlarını, kimə müraciət etməli olduqlarını, bu bullying hadisəsindən artıq xəbərdar olanda artıq bu kimi xüsusiyyətlərə də diqqət etdilər ki, hə, bullyingə məruz qalanda biz nə edə bilərik, kimə müraciət edə bilərik, müəllimlərə müraciət edə bilərikmi? Artıq yəni onları maariflənəndə özlərini düzgün şəkildə apara bilirlər. Və bullying baş verməmişdən əvvəl və yaxud da baş verəndən sonra şagirdlərin maarifləndirilməsi zamanı bir sıra aspektlər nəzərə alınmalıdır. Baxın, burada qeyd olunub. Hansı aspektlərdir? Birincisi ondan ibarətdir ki, şagirdləri maarifləndirərkən bullyləri kəskin qınamaq, onlar haqqında aqressiv danışmaqla başlamaq neqativ nəticələr verə bilər. Baxın, bunları yadda saxlayın ha. Düzdür, söz yığınağı çoxdur, sadədir, amma başa düşüləndir də. Yəni oxusaz elə bir dəfədə başa düşəcəksiniz. Və situasiyalarda bunlar üzərindən düşəcək. Ha, bullying hadisəsini, yəni filan uşaq bullying hadisəsini törətdi. Müəllim ona hədə-qorxu getdi, cəza tətbiq elədi. Müəllimin atdığı addım düzgündürmü, yanlışdırmı? Artıq situasiyaların içərisində hansı addımı atmalı idi? Bax, bu kimi situasiyalar qarşınıza çıxacaq. Ona görə diqqətli olun. Biz nə edirik? Şagirdləri maarifləndirərkən bullyləri kəskin şəkildə qınamaq, onlar haqqında aqressiv danışmaq, yəni bu artıq neqativ nəticələr verə bilər.
və bullinin təklənməsinə səbəb ola bilər. Onlarla ünsiyyət qurmağı, bunun da problemin həll olunmasını çətinləşdirə bilər. İkincisi, məktəbdə baş verən bullying hadisəsinin təsviri ilə başlamayın. Əgərləri sizin işlədiyiniz məktəbdə bullying hadisəsi baş veribsə, həmən o hadisəni dilə gətirməklə başlamayın. Belə olduğu halda həm bullini və bullying olunan şəxsləri qorxudaraq özlərinə qapanmasına səbəb ola bilər. Başqa bir məktəbdən, başqa bir məktəbdə baş vermiş, hal-hazırda sosial şəbəkələrdə də doludur bu bullying hadisəsi. Başqa bir məktəbin nümunəsini gətirə bilərsiniz. Sonra müzakirə üçün düzgün vaxtın seçilməsi vacibdir. Əgər sinifdə şagirdlər bir qədər narahatdırsa, səs-küylüdürsə, bunu daha uyğun vaxtda saxlamaq lazımdır. Sonra bullying haqqında məlumat aqressiv şəkildə verilməməlidir. Təbii ki, yəni ciddi aqressiya ilə bullying törədən uşaqlar belədir. Elə bu formada yox. Yəni ciddi aqressiya şəklində verilməməlidir. Mövzuya mümkün qədər yumşaq formada uşaqlara çatdırılmalıdır. Sonra gəlir burada şagirdlərə bullyinglə bağlı videoların göstərilməsi. Onların mövzunu daha yaxşı anlamasına kömək edə bilər. Təbii ki, bir sıra bullying belə deyim ki, videoları var ki, onları uşaqları göstərə bilər, izlədə bilərik. Maarifləndirmənin aparılması üçün şagirdlərin buna hazır olmalarına əmin olmaq lazımdır. Bullying baş verdiyi zaman ilk növbədə tərəflər arasında münasibətlərin sakitləşməsini təmin etmək vacibdir. Maarifləndirmə prosesinin əsas məqsədi tərəflər arasında məhsuldar ünsiyyətin qurulmasına nail olur. Bir də rollu oyunlarla şagirdləri maarifləndirmək. Təbii ki, bu da belə deyim ki, bullyingin nə olduğunu, bullying hadisəsinin ümumiyyətlə törədilməməsini uşaqlar daha yaxşı anlamağa gətirib çıxarır. Hal-hazırda da görürsünüz ki, sosial şəbəkələrdə və bir sıra məktəblərdə psixoloq tərəfindən uşaqlarda bu bullying hadisələrinin canlandırılması, uşaqların bir-birlərini başa düşməsi, rollu oyunlardan istifadə edərək bu formada şagirdləri, cəmiyyəti maarifləndirmə tədbirlərini biz görə bilirik. Və ən son olaraq da burada müəllimin rol model nümunə olması. Təbii ki, müəllim hər bir işdə uşaqlara, şagirdlərə rol olmalıdır, model olmalıdır, nümunə olmalıdır. Müəllim rol model olduğundan onun davranışı birbaşa şagirdlərə də təsir edir. Bu baxımdan müəllim davranışında diqqətli olması çox vacibdir. Bəzən bunu etmək asan olmur. Həqiqətən bəzən müəllimlərin özləri də şagirdlərə qarşı bullying törədir. Özü istəməyərəkdən, elə bayaq da dediyimiz kimi, məsələn, hər hansı bir uşaqlara ad qoyurlar, uşaqları lağa qoyurlar. Hər hansı bir uşağı, nə bilim, eynəkli bir uşaq varsa dörd göz deyə çağırır bəzi müəllimlər. Bu da həqiqətən düzgün bir hal deyil. Bir dəfə, iki dəfə yox, yəni zarafat məqsədi ilə yox, amma davamlı olaraq təkrarlanan hal alıbsa, uşağa artıq ad qoyubsa, bu da düzgün bir şey deyil. Bu da artıq müəllim tərəfindən şagirdə törədilmiş bir bullying hadisəsi olur. Ona görə müəllim də öz davranışlarına, hərəkətlərinə fikir verməlidir və rol model olmalıdır. Nəticədə qarşımızdakı insanı bilmədən bullying etmiş oluruq və bunun üçün ilk növbədə müəllimin bullying haqqında maariflənməsi əhəmiyyətlidir. Bundan əlavə də müəllim emosional intellektin yüksək inkişafı, dərin mənəvi dəyərlərə malik olması və öz davranışlarını refleksiya edərək nəticə çıxarması vacibdir. Və dərsimiz bu qədər. Ümid edirəm ki, başa düşmüsünüz. Yəni çətin bir mövzu deyil, sadəcə söz yığınağı çoxdur, amma bir o qədər də dediyim kimi vacib olan mövzulardan biridir. Və həm bu bullyingin qarşısını valideynlər də nəzarətdə saxlamalıdır, məktəbə müəllimlər də nəzarətdə saxlamalıdır. Həm valideynlər maariflənməlidir bu işdə, həm müəllimlərin özləri maariflənməlidir, həm də şagirdlərə maarifləndirici tədbirlər apararaq, yəni sırf bu bullyinglə qarşı rollu oyunlardan istifadə edərək, onlarda empati hissi, bir-birlərinə qarşı hörmət hissi, mənəvi dəyərlər aşılamaq təbii ki, bir müəllim olaraq bizim də vəzifəmiz, borcumuzdur. Ümid edirəm ki, heç bir məktəbdə bu cür hallar baş verməz və belə deyim ki, bir dənə video da qoymaq istəyirəm bu mövzunun axırına, ona da baxarsınız. Mövzumuz da bu qədər. Sağ olun. Rəy yazmağı da, bəyənməyi də unutmayaq. Kendin yap paranı, tamam mı? Bana su alır mısın? Yarın sana veririm parasını. Hayır. Alamam. Baban yok mu senin? Sen niye çalışıyorsun oğlum? Sen neden üniforma giymiyorsun? Yoksa baban almıyor mu? Bir tane kadın var iş yerinde. Sevmiyorum onu ya. Aynı ortamda olmak istemiyorum onunla. Boş ver hayatım. Takma kafana. Seninle oynamak istemiyorum. Yanımızdan git. Neden böyle yapıyorsun? Hepimiz arkadaşız. Yazık ya. Böyle hayat olur mu? Vallahi böylelerini görünce üzülüyorum. Sen neden böyle bembeyazsın? Ulan utanıyor musun böyle görünmekten? Göremedim onu, göremedim onu. Üzerine geçer. Bak oğlum, ihtiyaç sahibi arkadaşın varsa onlara yardımcı ol. Dediler, Onları dışlama sakın. yorgun
Kolay gelsin aslanım. Hayırlı işlerin olsun. Ver bakalım bana bir mendil. Kızım, arkadaşlarını dışlama sakın. Beraberce oynayın teneffüslerde. Kimseye kötü söz söyleme. Tamam mı? Hadi gel bizimle oyna.